Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım uşaqlar. Hissəyə aid olan bir sualdır. Deyir ki, velosipedçi əvvəlcə yolun 2/1-ni, sonra isə 6/1-ni gedərsə, yolun hansı hissəsini getmiş olar? Uşaqlar, baxın, belə tip suallarda birinci 2/1-ni gedibdir, sonra deyir 6/1-ni. Biz onda nə edərik uşaqlar? 2/1 ilə bu 6/1-i toplayarıq. Yəni getmiş hissəni tapa bilərik də uşaqlar, bu şəkildə elə deyilmi? Onda biz burada nə etməliyik uşaqlar? 2 ilə 6-ya təbii ki əküb tapmalıyıq. Əküb nə olacaq? 6'nın özü olacaq. 6'nı 2'ye böldüyümüz zaman bura 3 düşəsidir. 6'nı 6'ya böldüyümüz zaman isə burada 1 düşəcək. 3'ü 1'ə vursaq bura 3. 1'i də 1'ə vursaq 1 eləcək. Bu da elədir. Demək 6'da 4. Demək bu 6'da 4 hissəsindən gedib və yaxud da mən bunu ixtisar edə bilərəm uşaqlar. 3'də 2 hissə də deyə bilərik. Məsələn, bizə gedilmiş hissəni soruşur. Məsələn, 3'də 2'sini gedibdir uşaqlar. Bəs nə qədər gedilməmiş hissə qalıb bəs? Birdən belə sual düşə bilər ki, gedilməmiş hissəni tap desə uşaqlar, bilir ki, biz yol həmişə 1 tam, yəni 1-dən 3'də 2-ni çıxmalıyıq. Bu 1'in yerinə də mən 3'də 3 yaza bilərəm. Deyim 3'də 3 çıxılsın 3'də 2, bu da bərabər 3'də 1. Deməli bu tapdığımız bu 3'də 1 isə gedilməyən hissədir. Gedilməyən hissə olacaq uşaqlar. Belə uşaqlar, bu tip videoların ardının gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşmək ümidilə.